Ağ saçların insanı xərçəngdən qoruduğunu bilirdinizmi? Alimlərdən diqqət çəkən araşdırma. Yaşlanma əlaməti kimi gördüyümüz ağ saçlar elmi dünyada böyük müzakirələrə səbəb olub. Sağlamaz xəbər verir ki, Nature Cell Biology jurnalında dərc olunan təəccüblü bir araşdırma göstərir ki, bu estetik dəyişikliyin əslində bədənimizin DNT zədələnməsinə və xərçəngə qarşı inkişaf etdirdiyi təbii və güclü bir müdafiə mexanizmi ola bilər. Belə ki, həyatımız boyu estetik problem kimi qəbul etdiyimiz saç ağarması düşündüyümüzdən daha faydalı ola bilər. Tədqiqatçılara görə saçların ağarmasının sirri saçlara rəng verən hüceyrələrdədir. Saç folikullarındakı melanosit kök hüceyrələri melanin pigmenti istehsal edir və bu da saçlarımıza rəng verir. Lakin yaşlandıqca bu kök hüceyrələr bir qədər yorğun olur və pigment istehsalını dayandırır. Alimlər bu nəzəriyyəni sübut etmək üçün siçanlar üzərində təcrübələr aparıblar. Heyvanlar xərçəng riskini artıran ionlaşdırıcı şüalanma kimi ətraf mühitin stres faktorlarına məruz qalıblar. Nəticələr diqqətə layiq idi. Radiasiyanın təsiri altında kök hüceyrələr sürətlə yetkinləşərək qocalma prosesini başladır. Başqa sözlə, xərçəng riskinin artdığı stresli şəraitdə bədən hüceyrə bölünməsini sürətlə və şüurlu şəkildə məhdudlaşdırırdı. Bu şüurlu məhdudiyyətin görünən nəticəsi ağ saçların görünməsi idi. Videonu bəyənməyi və bizi izləməyi unutmayın.